Davam eləyək. Bir növbəti sual. Ə, Sual olimpiada tortu sualıdır. Sualın şərtində bizə belə deyir ki, ən müxtəlif tort var. Hər bir tortun qiyməti və çəkisi var. Biz elə eləməliyik 2 dənə tort seçsək, ümumi X manatımız var. Yəni bu X manatı aşmamalıdır o 2 tortun qiymətinin cəmi və bacardıq qədər seçdiyimiz tortların kütlələri cəmi də maksimum olmalıdır. Və dükanda hər növ tortdan çox sayda olduğu üçün mən eyni tortdan 2 dəfə də seçə bilərəm. Yəni bunu şərtdə daha aydın görəcəyik. Belə bizə giriş olaraq 3 var, yəni 3 dənə tort və 10 manat deyək də artıq 10 manatda deyək ki pulumuz var. Birinci hissədəkilər tortun qiymətləri, o bir sıradakılar isə bizim tortların kütlələridir. Mən biraz baxsam, ya 2 dənə 5 manat verib 2 dənə kütləsi 4 kiloqram olan tort ala bilərəm ki, 8 kiloqram tortum olacaq. Ya da ki, bir dənə birincidən, bir dənə də üçüncüdən, yəni bir üstə gəl 9 yenə 10 edir, amma bu səfər fərq nədir? Bu səfər məndə 1 üstə gəl 8, 9 kiloqram tortum olur. Yəni gördüyünüz kimi, bu daha sərf elədiyi üçün mənim cavabım 9 olur. İkincidə də məsələ nədir? 7 varımızdır. Mən, baxın, bir dənə 3 ilə 4 almaq əvəzinə, elə eləsəm mənim 7 kiloqram tortum olar. 2 dənə 3-dən alıram. Bu da mənə nə qədər tort eləyir? 5 üstə gəl 5, 10 kiloqram tort eləyir. Avtomatik nə görmüş oluram? Yəni, bəzən qiymətə baxmaq yox, qiyməti uyğunlaşdırmaq yox da, biz elə eləməliyik ki, kütlələrə də baxaq. Amma sualın ən asan tərəfi nədir? N 100-dür, tamam. N-in 100 olmağı bizə nəyi ifadə eləyir? Mən rahatlıqla 2 dənə iç-içə for gedib bütün hallara baxa bilərəm. Bu nə deməkdir? Bir dəfə birinci tortu götürürəm sanki. Buna belə ikinci tort axtarıram. Deyəcəm ki, bu ikisini bir yerdə götürə bilirəmmi? Yəni pulum ödəyirmi? Bir üstə gəl, bir ondan kiçikdir. Kütlələri nə qədər eləyir? 2. Ən yaxşı cavabım hələ ki 2-dir. Sonra 1 ilə, yenə birinci ilə bunu götürürəm. Deyirəm ki, cəmləri nə qədər eləyir? 1 üstə gəl 5, 6. Kiçikdirmi? Kiçikdir. Kütlələri cəmi 5. 2-dən daha yaxşı cavabdır. Onun üçün 5 qalsın. Sonra 1 ilə 9-u götürürəm. Eləyəcək mənə nə? 10. 10 ödəyirmi? Aha, ödəyir. Kütlələri cəmi 9. Aha, 9 bu səfər 5-dən də yaxşıdır. O zaman nə olsun cavabımız? 9 olsun hələ ki. Sonra keçirəm ikinci növ torta. Yəni deyirəm ki, artıq ikinci növ torta əsas tort götürüm. Yanına bir şey axtarım. Yenə, baxın, gedirəm bir-bir, bütün hamısına bir-bir baxıram. Hər ki, ən yaxşı cavabım 9-dur. Gedirəm yenə də bir-bir baxıram. Biraz tez-tez yazmalı olsam. 5 ilə bu cəmləri ödəyir deyə olacaq 5. 9-dan kiçik olduğu üçün ən yaxşı hal hələ ki o deyil. Sonra 5 ilə 5 eləyəcək 8. Yenə də ən yaxşı hal deyil. 5 ilə bu, baxın, cəmləri 12 eləyə bilər. Amma bu səfər pulum çatmır. Okay? Mən dediyim ki, 2 şərtdə ödəməlidir. Onun üçün nə edirəm? 5 üstə gəl 9-u artıq götürəmirəm. Gələndə 9-a, 9 ilə 1-ə baxacaq. 9 ilə 1-ə baxanda ödəyəcək yenə də 9 olduğu üçün bir fərq olmayacaq. Və 5-i və özünü götürə bilmirəm. Niyə? Çünki pulum çatmayacaq. Ona görə də ən yaxşı cavabım elə 9 tapmış olacaq. Yəni 2 dənə for götürüb 0-dan n-ə bütün IJ peyirlərinə baxsam, avtomatik nə olmuş olur? Ən yaxşı cavabı elə onların arasından tapa bilərəm. Koda da baxaq. Nə eləmişəm? Max 0-dır. Yəni ala biləcəyim ən yaxşı cavab hələ ki 0-dır. Array kimi 2 dənə dəyişən götürmüşəm. 2 dənə array götürmüşəm. A və B-ni hər dəfə alıram. Daha sonra yoxlayıram 2 dənə for gedib. Əvvəl yoxlayıram ki, pul olaraq daha kiçikdirmi? Ödəyirmi? Yəni pulum çatırmı? I üstə gəl AŞ, yəni onların pulları cəmi X-dan kiçikdirsə, deməli ödəyir. Daha sonra ödəyirsə, bu səfər max-ı baxıram. Yəni ola bilər ödəsin, amma mənim daha əvvəlcədən aldığım cavabdan yaxşıdırmı? Onun üçün max-la nə yoxlayıram? Onların kütlələri cəmini yoxlayıram.
Əgər bu da ödəyirsə, çıxışa nə verirəm? Max'ı verirəm. Ödəyirsə, max'ı bərabərləşdirirəm, yəni daha böyük bir max bərabərləşir. Ən sonda da max'ı çıxışa verirəm. Bu qədər sadə. Bu ilə də bu sualı da bitir.